Xaç yürüşlərinin var iqtisadi səbəbi, bir də var sosial səbəbi. İqtisadi səbəbindən indi danışanda nə demişdik? Bax, ən birinci qrafada nəyi başa salmışdıq? Yadda dedik ki, ipəkçilikdir, dərmandır. Hmm. Bax, indi bunu məsələn yazaq, güzgü istehsalıdır. Bax, belə bir şey demişdik. Bax, birinci iqtisadi səbəb danışanda belə danışmalıydıq. Avropada ipəkçilikdir, dərmandır, güzgü istehsalıdır. Bunlar genişləndi. Hardan öyrəndilər bunun hamısını? Şərqdən. Düzdür. Bax, bunu bir dənə başa düşməliyik də. Bir də şərqdən, orada yazdı qarpızdır, ərikdir, qarabaşaq, limon. Bunlar gətirilir. Demək, birinci bax, iqtisadi səbəbdən birinci bilməli olduğumuz məsələ odur ki, şərqin bir çox nemətləri var. Şərqin bu nemətlərin qərb istəyir. Düzdür? Bunun üçün, bax, bunun nəticəsində qərb şərqin məhsulunu əldə etmək istəyirsə, nəticədə ticarət canlanır yoxsa zəifləyir? Bax, bunu da keçən dəfə dedik ki, şərqlə ticarət canlandı sözü var. Baxın, şərqlə ticarət canlandı. Bu nə deməkdir? Şərqlə ticarət canlandı. Bax, uşaqlar çox vaxt elə bilir ki, bunun nəticəsində şərqdə, bax burada bu elə bilər ki, şərqdə ticarət canlandı. Amma əslində dedik ki, şərqdə ticarət canlanmadı. Ona görə canlanmadı ki, şərq ölkələri talan edildi, şərq ölkələri üçün pis nəticələr oldu. Yəni heç də yaxşı bir şey deyil. Biz onun şərq üçün nəticələrini bilirik. Burada cavab odur ki, şərqlə ticarət. Çünki şərqdə ipəkdir, dərmandır, güzgüdür, ərikdir, limondur. Bu kimi yaxşı şeylər var. Qərbin o məhsullara tələbatı artdı. Bunun nəticəsində nə oldu? Şərqlə ticarət canlandı. Şərqlə ticarətə hardan gedib gəlirdilər? Arabdan. Demək, ikinci cümləmiz də budur ki, Aralıq dənizində ticarət canlandı. Düzdür? Bəs yaxşı. Dedik ki, şərqlə ticarət canlandı, Aralıq dənizində ticarət canlandı. Əvvəl şərqlə qərb arasında əsas ticarətçi ölkə hansı idi? 2 dənə idi. Bir, əhsən, əla. Bir Bizans, bir də Ərəb. Yaxşı. Nəticə olaraq Bizansla Ərəbdən kimlər əlinə keçdi? Venesiya və Geniya. Əla, yenə düzdür. Düzdür. Venesiya, Geniya və nəticədə nə oldu? Nəticədə artıq bir daha Bizans heç vaxt, bəli, Venesiya və Geniyanı keçə bilmədi. Ümumiləşdirək bir də bilgilərimizi. Şərqdə yaxşı məhsullar var. İpək var, dərman var, güzgü var, limon var, ərik var, qarpız var. Şərqdə yaxşı məhsullar var. Qərbin bu şərq məhsullarına tələbatı var. Ona görə gedib şərqdən alırlar. Bunun nəticəsində nə oldu? Şərqlə ticarət canlandı. Və sonra nə dedik? Bu hardan gedib gəldi? Quru ilə getmirdilər ki, Aralıq dənizi ilə. Ona görə Aralıq dənizi ilə də ticarət canlandı. Əvvəl Aralıq dənizi ilə, yəni daha doğrusu Aralıq dənizində ticarət üstünlüyü kimdə idi? Bizans və Ərəb tacirləri. İndi kimin əlinə keçdi? Venesiya və Geniya tacirlərinə. Və bir də nədən istifadəni öyrəndilər? Yel dəyirmanlarından istifadəni də, bunu da yuxarı yazım elə. Yel dəyirmanı, əla. İndi belə başa düşürük də bunun ümumi məsələləri, yəni iqtisadi səbəblər çox asandır. Bax, şərqdəki məhsullara tələbat var. Şərqdən onu Aralıq dənizi ilə gedib gətirirlər. Venesiya və Geniya gətirir. Nəticədə nə oldu? Şərq mallarına tələbat artdı deyə, bunlara tələbat artdı deyə, onu çox gətirmək üçün, tələbat varsa onu gətirməlidir, düzdür? Onu çox gətirmək üçün nə inkişaf elədi? Bir gəmiçilik. Gəmiçilik ona görə inkişaf elədi ki, bax məsələn təsəvvür elə ki, gəmidir də, gəmi onsuz suyun içində hərəkət edən bir şeydir. Bir var balaca gəmi ilə gedəsən, məsələn 50 ton məhsul gətirəsən, bir var böyük gəmi ilə gedəsən 100 ton, 2 qat fərqi. Ona görə nə inkişaf elədi? Gəmiçilik inkişaf elədi. Gəmiçilik inkişaf edəndə biz bilirik ki, biri var 50 ton məhsulu, əlində pul ola gəlsən 50 ton məhsul gətirəsən, bir də 100 ton gətirəsən, o getdiyin məhsuldan məsələn 50 qat, 60 qat daha çox xeyir götürsən. Ona görə həm də əlavə pul lazım idi. Nə inkişaf elədi? Bankçılıq. Həm demək gəmiçiliyin, həm bankçılığın inkişafı var. Gəmiçilik də inkişaf edirsə, artıq günü-gündən gedirlər, gətirirlər. Günü-gündən nəqliyyat inkişaf edir. Demək həm gəmiçiliyin, həm bankçılığın inkişafının nəticəsində də gələcəkdə nəyin şərtləri azalır? Coğrafi. Çünki insanlar artıq bir şeyə o qədər məşğul olurlar ki, vərdiş yarandı. Məsələn, ayda bir dəfə Amerikaya gedən gəmi getsə, o qədər məsələn yaxşı vərdiş. Amma təsəvvür edin ki, hər gün yüzlərlə gəmi o yolu gedir, gəlir və günü-gündən gəmiçilik inkişaf edir. Hər gün daha biraz təkmil alətlər filan. Bu da gələcəkdə coğrafi kəşflərin şərtlərini yenədir hazırladı. Bir də iqtisadi səhvləri ümumiləşdirə bilərikmi? Bəli, bilərik. Ümumiləşdiririk. Nə deyirik? Şərqdə gözəl məhsullar var. İpəkçilikdir, dərmandır, limondur, ərikdir, qarpızdır, bu kimi də çoxlu.
Bu məhsullara Qərbin tələbatı var. Qərb bunu istəyir. Qərb bunu gedib şərqdən alır deyə Qərbin şərqlə ticarəti canlandı. Burada şərqlə ticarət canlandı sözü yenə səhvdir. Qərbin şərqlə ticarəti canlandı və Araq dənizindən gedib gəlirlər deyə Araq dənizində ticarət inkişaf elədi, yəni canlandı. Burada demək Araq dənizində ticarət üstünlüyü Bizans və Ərəbdən Venesiya və Genuaya keçdi. Bundan sonra bunun nəticəsində ölkədə gəmiçilikdir, bankçılıqdır, bu kimi sahələr və nəqliyyat sahələri inkişaf elədi. Bu da gələcəkdə nəyin şərtlərini hazırladı? Coğrafi keşişlər. İqtisadi səbəblərdə başa düşmədiyimiz nəsə var? Yox. İndi keçib o biri səbəblərdən danışırıq. Sosial səbəblər. Sosial səbəblərdən indi danışırıq. Sosial səbəblərdən nə deyə bilərik ən birinci? Deyə bilərik ki, kağız və barıtla tanış oldular. Görürsünüz ki, bu gələcəkdə bu kağız da, bu barıt da. Müsəlmanların başına problem çox açır, amma nəsə. Baxın, kağızla, barıtla tanış oldu Avropalılar. Belə bir möhtəşəm bir demək alətlər var, kəşflər var. Və İslam dünyasında mən keçən dəfə dedim də sizə, İslam dünyasında olan mədəni yenilik, texnika o qədər yüksək idi ki, Qərblilər İslam texnikası ilə, İslam texnologiyası ilə tanış oldu. Demək, Qərb İslam aləmindəki nailiyyətlərlə nədir? Tanış oldu. Aha. Başqa nə deyə bilərik sosial səbəblərin içərisində? Gigiyenik qaydalar. Keçən dəfə dedik də sizə onu ki, gigiyena. Onlar da o dövrdə çox necə deyirlər, pis şəraitdə yaşayırdılar. Çox iyrənc şəraitdə yaşayırdılar. Gəldilər, gördülər ki, müsəlman aləmi çox gigiyenikdir. Əllərini yuyurlar, nə bilim, yuyunmaqları falan hər şey qaydasındadır. O qaydalarla tanış oldular. Yəni demək, sosial səbəblərdən nə danışdıq? Kağızla, barıtla tanış oldular. İslam aləminin nailiyyətləri, texnikası ilə tanış oldular. Gigiyenik demək qaydaları öyrəndilər. Başqa nə deyə bilərik? Missionerlik fəaliyyətləri genişləndi. Missioner nə deməkdir dedi? Demək, missioner öz dinini təbliğ eləyənə deyirlər, dinini yayana deyirlər. Xristianlar o dövrdə keşişlər göndərirdilər ki, getsin hamıya desin ki, xristianlıq belə gözəl dindir, xristianlıq elə dindir. İnsanlar hamısı o dinə gəlsin. Bunlara nə deyirlər? Bu insanları dinə təbliğ eləyənlərə deyirlər, missioner deyirlər. Bir də bu müharibələrin nəticəsində bəli, kimlərlə tanış olmağa şərait yarandı? Deyək də döyüşə deyək ki, bəli, sən haralsan, deyir mən türkəm falan belə. Demək, bunun nəticəsində türklərlə tanış oldular və demək türkləri tanıdılar ətraflı. Bundan başqa bir dənə də məsələn deyirik, xalq yürüşlərinin təşkilatçısı olan Papanın nüfuzu aşağı düşdü. Niyə Papanın nüfuzu aşağı düşdü? Bunu bir demək, bilirsiniz nədir? Baxın. Bu düşsə bunu qarışdırarsınız. 100% bilirəm ki, qarışdırarsınız. Məsələn, düşsə ki, birinci xalq yürüşündən sonra Papanın nüfuzu artdı. Düzdür, səhvdir? Düzdür. Ümumilikdə xalq yürüşlərinin nəticəsində Papanın nüfuzu azalıb. Amma birinci xalq yürüşünün nəticəsində Papanın nüfuzu nədir? Artdı. Lakin birinci xalq yürüşündən sonra öz nüfuzunu genişləndirə bilmədi. Niyə? Xalq yürüşünə getməyənlərdən təzədən indulgensiya, cənnət qəbzi. Sən getməmisən, sən cənnətdə yer satıram. Cənnət qəbzinin satışı, əldə etdikləri pulların israfçılıqla xərclənməsi və insanları din adı ilə gedirdilər güya ki yürüşə. Amma 4-cü səlib yürüşündən sonra gördük ki, xristianları qətl elədilər. Getdilər Konstantinopolu tutdular və onun nüfuzuna ziyan vurdu. Demək, sosial səbəbləri nə oldu? Sosial nəticələri daha doğrusu xalq yürüşləri nə oldu? 1. Kağızla barıtla tanış oldu. 2. Qərb aləmi İslamın texnologiyası ilə tanış oldu. 3. Gigiyenik qaydalarla tanış oldu. Tamam demişəm də sizə orada ildə bir dəfə olan o məsələn deyirlər ki, yuyunmaq məsələsi falan, özünüz bilirsiniz onları. Sonra missionerlik fəaliyyətləri genişləndirildi və demək türklərlə tanış oldular. Bir də axırıncı nə oldu? Papa məsələsi. Eyvallah. Bəli, Papanın nüfuzu aşağı düşdü. Buna deyək ki, birinci sərf yürüşündən sonra Papanın nüfuzu artmışdı. Qalan sərf yürüşlərində isə Papanın nüfuzu aşağı düşdü. Bəs başqa nə demişdik orada? Dedik ki, şərq üçün nəticələri nə oldu? Şərq üçün nəticələri xalq yürüşlərinin çox pis oldu. Qərb üçün nəticələri yaxşıdır. Görürsüz, iqtisadi sahədə inkişaf elədi, bir çox nailiyyətlərlə tanış oldu, gələcək coğrafi kəşflərin əsası qoyuldu. Amma şərq üçün hər şeyin ən pisi. Şəhərlər talan edildi, şəhərlər dağıdıldı, müsəlmanlar, yəhudilər qətl edildi və onların bu qətlinin üstündə gələcəkdə bu müstəmləkəçi ölkələrin firavanlığının əsası qoyuldu. Demək, şərq üçün deyirik, nəticələr nə oldu? Şərq üçün nəticələr pis. Qısaca pis yazıram da, özür bildir. Həm kənd təsərrüfatı talan edildi, həm iqtisadiyyatı məhv edildi, həm müsəlman yəhudi əhali qətl edildi.
Onların da bir papası var. Papa Yohan Pavel. O da nə deyib? Deyib ki, bəs biz bağışladıq, siz də bağışlayın. Çox tələsifdir. Çox qısa müddətdə bəli, gəldi üzr istədi. Üstündən az bir müddət keçmiş. Demək indi keçək digər məsələyə. Bax ən çətin, ən qarışıq olan hissə məncə budur. Mən əminəm ki, burdan heç nə başa düşməmisiniz. Bəli. Amma indi hər şeyi başa düşəsiniz. Bu nədir? Yadınıza gəlirsə kim deyər? Kordova əmirliyi nə vaxt yarandı? 750. Səhv. 8-ci əsr. Səncə? Əla. Kordova əmirliyi 711-dən sonra yadınıza gəlirsə biz keçmişdik ki, Cəbəli Tariq boğazı vardı. O da Tariqin adını daşıyır. Afrikanın şimalından keçdi İspaniya 711-ci ildə. Bu hissələri tutdular və burada nə yaratdılar? Kordova əmirliyi. 711-ci ildə oldu. Kordova əmirliyi. Bəs yaxşı. Kordova uşaqlara çox vaxt deyəndə ki, Kordova əmirliyi nə vaxt yaranıbdı? 8-ci əsrin əvvəli. Demək yerinə deyir ki, 8-ci əsrin ortaları. Niyə deyirlər? Bu səhvi eləməklərinin səbəbi nədir? Çünki Əməvilər onu deyir. İndi onu deyir. 750-ci ildəki Əməvilər sülaləsi Abbasilərlə əvəz olundu. Biz bunu keçmişik də. 661-dən 750-yə Əməvilərdir. 750-dən də 1258-ə Abbasilər. 750-ci ildəki Əməviləri Abbasilər əvəz elədi. Onda həmin tarixdə Kordova əmirliyi dedi ki, mən Abbasilərə tabe olmaqdan imtina edirəm. Mən Əməvilərin nəslinə hələ də sədaqətim var. Ona görə mən artıq özümü Əməvi xilafəti, yəni Kordova xilafəti elan edirəm. Kordova əmirliyinin adı dəyişdi. Nə oldu? Kordova xilafəti. Bəs yaxşı, deyə bilərsiniz, bu hadisə təxminən nə vaxt olub? Təxminən 8-ci əsrin ortalarında 756-dır. İndi biz onu 8-ci əsrin ortaları deyirik də, fərqi nə çox. 8-ci əsrin ortalarında 756-cı ildə Kordova əmirliyini adlandı Kordova xilafəti. Çünki o Abbasilərə tanış, Abbasilərin hakimiyyətini tanıyıb, ona tabe olmaqdan imtina elədi. Burada uşaqları çaşdıran bir dənə də məsələ var. Deyir ki, Kordova ölkələrinin diplomatik ticarət əlaqələri saxlayırdı. Demək, bax burada yazır ki, bir dənə məsələni deyim sizə. Orada deyir ki, Araq dənizi sahillərində yerləşən ölkələri nəzərdə tutur. Məsələn, biz ondan başqa Araq dənizinin sahillərində yerləşən ölkələrdə sizin üçün heç vaxt problem olmayacaq. Amma əsas problem olan məsələ adları yadda saxlamağınız lazımdır. Demək, nəyə yadda saxlamalıyıq? Bizansdır, Şimali Afrikada yerləşən ölkələrdir. Bir də Abbasilər xilafəti və İtaliya ilə ticarət əlaqələri saxlayıbdır. İtaliyanı da dedim ki, Bizansın. Bayaq dedim, onu yəqin ki, bildiniz. Bəs bundan başqa əsas problem, bax ən vacib problem. Bu əsas məsələlər var. Məncə asan məsələləri deməyimə elə də ehtiyac yoxdur ki, və bu dövrdə Kordova xilafəti Qərbi Avropada ən çox inkişaf eləmiş idi. Bunların o dövrdə elektrik də deyirdimə çaşıb. Gecə lampaları var idi. Bunların o dövrdə universitetləri var idi. Cəbr örgədirdilər, riyaziyyat örgədirdilər. Yəni elmin mərkəzi oraydı. Yəni bunun məncə izah ehtiyac yoxdur. Siz bilirsiniz ki, ən yüksək inkişaf eləmiş mədəniyyət həmin dövrdə Qərbi Avropada Kordova mədəniyyətidir. Bəs yaxşı, bizim başa düşmədiyimiz, bizim qarışdırdığımız ən qarmaqarışıq olan hissə nədir? Onu izah edirəm sizə. Nə vaxt papalar dedi ki, qərbə doğru xaç sürüş eləməliyik. Bu həm yəhudiləri, həm müsəlmanları Kordovadan çıxartmalıyıq. Yəni İspaniyadan çıxartmalıyıq. Bu cavab odur ki, yarandığı gündən. Kordova xilafəti yarandığı vaxtdan papalar deyir ki, biz həmin əraziləri nə etməliyik? Müsəlmanları və yəhudiləri həmin ərazilərdən çıxardıb, həmin ərazilərdə nə yaratmalıyıq? Xristianlıq. Papa niyə müsəlman yaratsın ki? Bəli, xristianlığı həmin ərazilərdə yenidən bərqərar eləməliyik. Bəs yaxşı, burada sual çıxır ortaya. Nə vaxta qədər bu arzuların yerinə yetirə bilməyiblər? 756-dan, indi 11-i demirəm də, xilafəti deyirəm. 756-dan 11-ci əsrin əvvəli, misalən 1015-ə qədər. 11-ci əsrin əvvəli. Nəyə görə 756-dan 1015-ə qədər Papanın xaçlı hərəkatı Kordovada qurğasana bilmirdi? Çünki bir dövlət idi, vahid dövlət idi. Lakin 756-dan 11-ci əsrin əvvəlinə qədər bütöv olan Kordova xilafəti 11-ci əsrin əvvəllərində parçalandı. Hansı dövlətlərə parçalandı? Portuqaliya, Navara, Kastilya, Aragon.
Düzdür, indi bunlar xristian dövlətləridir. Parçalanması nəticəsində yaranan xristian olmayan bir dənə də dövlət var. Onun adı nədir? Granada. Granada. Granada əmirliyi də var idi orada. Bəli. Dedi ki, 11-ci əsrin əvvəllərində bir dənə buranı başa düşək. Bax, ən vacib məsələsi buradır. Bir dənə buranı başa düşək. Dedi ki, 11-ci əsrin əvvəllərinə qədər Kordoba xilafəti bütöv idi. Bütöv olduğuna görə heç bir xristian dövləti, yəni papa, ora səlib yürüş eləyib, oranı xristianlaşdıra bilmirdi. Bura səlib yürüşünün adı da unutdum. Nə idi? Reconquista. Demək, sizə sual düşsə ki, Reconquista. Sizə sual düşsə ki, Reconquista şərqə səlib yürüşünün adıdır. Düzdür, səhvdir? Səhvdir. Qərbə səlib yürüşünün adıdır. Desə ki, həm şərqə, həm qərbə səlib yürüşünün adı Reconquistadır. Düzdür, səhvdir? Yenə səhvdir. Yalnız qərbə, yəni İspaniya ərazisinə olan yürüşün adıdır Reconquista. Şərqdəkinin adı ilə səlib yürüşlərdir. Bu nəyə görə 756-dan 11-ci əsrin əvvəlinə qədər Reconquista uğursuz olur? Ona görə ki, Kordoba xilafəti bütövdür. 11-ci əsrin əvvəllərində onun parçalanması nəticəsində yerində xristian dövlətlər yaranır. Hansılar? Portuqaliyadır, Navarradır, Kastiliyadır və Aragon. Aragon xristian dövlətləri. Bu dövlətlərdən hansı birləşib İspaniyanı yaradıbdır? Demək, Kastiliya ilə Aragon ikisi birləşdi və İspaniya dövlətini yaratdı. Nə vaxt yaratdı? 1479. Bəs bu torpağın Navarranın taleyi nə oldu? Demək, yeni yaranmış İspaniya, Yeni yaranmış İspaniya 1479-da ki, Kastiliya ilə Aragon birləşdi. Həmin İspaniya Navarranı böldü. Yəqin ki, bir dənə Avropanın xəritəsini burada təxmin çəkini bilirsiniz də. Ən qıraqda Portuqaliyadır. Ondan sonra hara gəlir? İspaniya gəlir. İspaniyadan sonra hara gəlir? Fransa gəlir. Fransanın İspaniyanın altında hara var? Ayaqqabıya oxşar. İtaliya var. Üstündə Fransanın nə var? İngiltərə var. Yəni İrlandiya, İngiltərə, indi buranı bilirsiniz də, Birləşmiş Krallıq. Buranı belə başa düşürük. İndi Portuqaliya ən qıraqdır. Düzdür, bura Portuqaliyadır. Bax. Burada demək Kastiliya ilə Aragon ikisi birləşdi, nə yarandı? İspaniya. Demək Navarra harda oldu? Navarra İspaniya ilə Fransanın arasında olub ki, bölünüb, yarısı gedib Fransaya, yarısı gedib İspaniya. Başa düşdünüz onun xəritədə? Yəni bir problem olmaz ki, yox. Deməli, bir də ümumiləşdirək bilgilərimizi. Bilgilərimiz bu oldu ki, 756-dan 11-ci əsrin əvvəllərinə qədər Kordoba xilafəti bütöv idi. Ona görə papa buranı tuta bilmirdi. 11-ci əsrin əvvəllərində bu parçalandı. Parçalanması nəticəsində yerində xristian olan Portuqaliyadır, Navarradır, Kastiliya və Aragon krallıqları yarandı. Bu krallıqlardan Kastiliya və Aragon ikisi 1479-cu ildə birləşib İspaniyanı yaratdılar. Daha sonra bunlar Navarranı Fransa ilə İspaniya öz aralarında böldülər və Portuqaliyada olduğu kimi qaldı. İndi Portuqaliya məsələsini danışmırıq. Və daha sonra parçalanmış halda müsəlmanların sonuncu qalan bir orada dövlət vardı, Granada əmirliyi. Granadanı nə vaxt süqut etdirdilər? 1492. 1492-ci ildə Granadaya hücum eləyəndə və söz verdilər ki, sizin canınıza toxunmuruq, əmlakınıza toxunmuruq. Amma verdikləri vədə əməl elədilər. Xeyr, Granada təslim olandan sonra insanların çox hissəsi qətl edildi. Hətta bunu biz keçmişik Osmanlı dərsində. Görüm, kim bilir. Osmanlıda bu Granada qətliamından qaçan kimlərə sığınacaq verildi? İspaniyadan qaçan kimlərə? Yahudilərə, əla. Hansı Osmanlı sultanı? İkinci Bəyazid. Çünki İkinci Bəyazidin hakimiyyət dövrü 1481-1512-yə düşür. 1492-ci ildə görürsünüz ki, İkinci Bəyazidin hakimiyyət dövrünə düşür. Ona görə orada keçmişdik ki, bu Granada əmirliyi 1492-ci ildə fəthi ilə də İspaniyada Reconquista başa çatdı və İspaniya ərazisi demək nə oldu? Xristianlaşdırıldı. İki dənə də memarlıq abidəsi vardı. Onlar hardaydı? Sevilliyada Əl-Kəsar, bir də var. Granadada da Əlhəmbra saray. Yaxşı. Dərsdə başa düşmək